Uşaq üçün ilk alış-verişə çıxanda həyəcandan biraz tələsik seçimlər etdim. İndi isə gəlin baxaq bunlardan hansı mənim daha çox işimə yarayacaq. Mən AFAQ kanalımda hamiləlik və gündəlik həyatla bağlı paylaşımlar edirəm. Səhifəmi izləyib videonu bəyənməyi unutmayın. Uşaq deyəndə ağlıma ilk gələn məhsul pudradır. Ona görə də Baby Dream məhsulunun pudrasını aldım. Baby Dream markasını çox sevirəm. Podruqam da uşağına bundan istifadə edir və keyfiyyətindən razıdır. Mən də gələcəkdə uşağımda Baby Dream məhsullarını sınamaq istəyirəm. İkinci məhsul Sleepy'nin alt açma bezidir. Bunu da podruqamda gördüm. O uşağına istifadə edirdi və keyfiyyətindən razı idi. Ona görə mən də almağı düşündüm. Həm də çöldə olanda yuyulan alt açma bezlərindən isə bu bir dəfəlik alt açma bezləri daha çox işə yarayır. Ona görə də daha çox stok eləməyi düşünürəm və düşünürəm ki, işimə çox yarayacaq bir şeydir. Bu salfetka qabıdır. Bu məhsulu qaba görə aldım. İçərisində yenə Baby Dream'in ekstra sensitiv su salfetkası var. Buradan isə açılır və su salfetkalar belə çıxarılır. Çox vacibdirmi? Xeyr, çox vacib deyil. Olmasa da olar. Sadəcə həvəsə düşüb aldım. İşlədərəm deyə düşünürəm. Və əmzik qabıdır. Əgər uşağım əmzik götürsə, bu mənim çox işimə yarayacaq. Çünki əmziyin mikroblardan qorunmağı üçün vacib olan bir məhsuldur. Çöldə artıq mən əmziyi bunun içərisinə qoyacağam və Kaliskanın böyründən asa biləcəm. Bu hissəsində böyrünü asmaq yeri var və rahatçılıqla əlimin altında olacaq, axtarmayacaq. Düşünürəm ki, uşaqların müəyyən ayına qədər damaq inkişafı üçün əmzik istifadə etməsi mənə görə vacibdir. Ona görə də yoxlayacağam görüm uşağım götürür yoxsa yox. Bu da vacib bir məhsullardandır.